gün işten gelene kim? Ben de dedim ki onlar için geçen kələm dolması hazırlayın. Yarım kilo kadar çəkilmiş mamatın qaba əlavə edirik. Bizim yağlıdır bu arada. Evde yumru düyü olmadığı için mecbur uzun düyüdən istifadə edeceğim. Onun da dadı qəşəng olur. Bir şeyler de doğranmış soğan əlavə edirəm. Doğradığım nane ve kişnişi de əlavə edirəm. Biraz daha dadlı olsun diye anamın hazırladığı nefre yağından da əlavə edirəm. En son da əlviyyatlardan duz, istiyot, sarımsak əlavə edib yaxşıca qarışdırırım. Yemeğimiz hazırdı. Bu arada qolum yapaqlar təmizləyəndə yanıb. İndi isə bismillahirrahmanirrahim dadına baxırıq. Buradaki göylər də fikir verməyin, qızımın əl işləridir, dişləyir. Bu arada yemeğin dadı çox ləzzətlidir. Yayda siz də mütləq hazırlayın. Anam göy gəlməmiş, mən də tez qaçım süfrəni hazırlayayım.